Azər müəllim, indi siz uzaq gələcəyi əslində hədəflədiniz, amma Elman müəllim bugün üçün dedi ki, artıq Azərbaycan qlobal cənubda meyilli və yaxud da onun yanındadır. Azərbaycan qlobal cənubla qlobal şimalın ortasındadır. Biz qlobal cənubla qlobal şimal arasında körpü yaradırıq. Biz qlobal ortayıq. Nə şimaldayıq, nə cənubda. Bu məsələlərlə bağlı dedi Türkiyə qlobal qərbdədir, üzr istəyirəm şimaldadır, biz qlobal cənubdayıq. Mən son keçən il noyabr ayında, indi də bir müddət bundan öncə mən Çində səfərdə olmuşam, Pekində, Şanxayda və digər şəhərlərində və məlum qlobal cənub, qlobal şimalla bağlı tədbirlərdə iştirak etmişik və hörmətli həmkarım Azər müəllimlə də noyabr ayında eyni məsələlərlə bağlı birlikdə olmuşuq. Afrikanın 54 dövləti, Afrika qitəsinin 54 dövləti Çinlə çox sıx iqtisadi əməkdaşlıq məsələlərini qurublar və Çin əzələ nümayişi ilə deyil, məhz soft power, yəni yumşaq güc elementlərini istifadə etməklə Afrika qitəsinin əsas söz sahibinə çevrilməkdədir. Və Çin, Napoleonun bir məşhur ifadəsi var, Çin yatmış əjdahadır, onu oyatmayın. Çin bu günləri paradda oyandığını gördük əslində. Çinin çox böyük potensialı var, Çin nəhəngdir, Çin bugün dünyanın fövqəladə dövləti. Amma qlobal cənubdur, tək bir ölkə qlobal cənub deyil axı. Bir dövlətin 2025-ci ildə, düzdür? 5 ildən sonra hədəf seçib ki, ümumi daxili məhsulda Birləşmiş Ştatlara gəlib keçmək. Bunu da anladım. Bax, bugün üçün qlobal cənubun mövcudluğundan danışmaq olar. Qlobal cənub deyirlər ki, iqtisadi baxımdan zəifdir, amma qlobal şimal zəngindir. Bugünkü reallıq belədir. Amma biz ondan danışırıq ki, proseslərin gedişatı, o ki qaldı Azərbaycan. Güc axı ilk növbədə silahdır. Yox, güc təkcə silah deyil. Müasir dünyamızda, məsələn, dediyim kimi təkcə deyil, amma həm də Çin Afrika bazarını silah gücünə, zor gücünə, sanksiyalar gücünə deyil, aydındır. Mən bunu anladım. Amma hər halda elə deyildisə parad niyə keçirildi və Azər müəllim məhz onu qeyd edir ki, hərbi bir məsələdir. Hərbi şübhəsiz ki, bugünkü dünyamızda güc faktoru həll edicidir və biz deyir ki, qlobal cənub yoxdur. Qlobal cənubun tərkibi olan Hindistanla Çin arasında münasibətləri işləsən. Dünyanın ən çox böyük ahalisi potensialı olan ölkələrdir. Azərbaycan bu günləri, bilirsiniz, burada seçim məsələsinə biraz sadəlövh yanaşmaq olmaz. Biz bugün qlobal cənubdayıq, bu Azərbaycan qlobal şimala qarşı əks mövqedə anlamında deyil. Ona görə də Azər müəllim deyir ki, biz ortadayıq. Biz qlobal şimalın əsas dövləti Birləşmiş Ştatlardır. Biz onunla strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Azərbaycan qlobal cənubda varlığı dünyada sülhün, ədalətin, təhlükəsizliyin təminatına töhfə vermək anlamındadır. Mən ona şübhə eləmirəm. Mən sadəcə bilmək istəyirəm biz hardayıq. Biz qlobal cənubdayıq.